Göyçayda 3 kənd işıqsız qalıb. APA TV-nin Şirvan bürosu xəbər verir ki, buna səbəb Göyçayda avtomobilin işıq dirəklərini aşırması olub. Nəticədə 3 kənd işıqsız qalıb. Hadisə rayonun Qarabaqqal kəndi ərazisindən keçən hissədə baş verib. Belə ki, Hyundai markalı avtomobilin sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yoldan çıxaraq yol kənarındakı yüksək gərginlikli işıq dirəyinə çırpılıb. Qəza zamanı Hacılı kənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb və 10 kilovoltluq 3 ədəd yüksək gərginlikli işıq dirəyi sıradan çıxıb. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Aşmış dirəklərin yenisi ilə əvəz olunması istiqamətində zəruri işlər aparılır. Eyni zamanda hadisə yerinə Göyçay rayon polis şöbəsinin dövlət yol polis əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.